Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda tez bir vaxtda 10-15 dəqiqəyə hazırlaya biləcəyiniz çox asan, dadlı qurabiyə reseptini sizinlə paylaşıram. Kövrək, ağızda əriyən, qozlu qurabiyələrdir. İndi keçək hazırlanma qaydasına. Bunun üçün əvvəlcə ərzaq qabına 200 ml stəkanla 1 stəkan yarım şəkər tozu əlavə eləyirəm. Üzərinə sındırdığım bir bütün yumurtanı, bir yumurtanın da ağını sarısından ayırmışam. Ağını xəmirə qatıram, sarısını qurabiyələrin üstünə çəkmək üçün qoyuram bir kənara. Bir çimlikdə duz əlavə edəndən sonra şəkər tozu ilə yumurtanı yaxşıca qarışdırıram. Alınan qarışıma götürdüyüm 150 ml bitki yağını tökürəm. 200 ml stəkanla 1 stəkan qatığı da ərzaq qabına tökürəm. Yarım çay qaşığı sodanı da qatığın üstünə əlavə edib qarışdırıram. Sodanı qatıqda söndürürəm. Qurabiyənin xəmirinə həm soda, həm də qabartma tozu vurulur. Amma sodanı sevməyənlər elə yarım çay qaşığı sodanı, 1 çay qaşığı qabartma tozu ilə də əvəz eləyə bilər. 1 paket 5 qram şəkərli vanil, 1 paket 10 qram da qabartma tozu əlavə edəndən sonra bu ərzaqları da yaxşı qarışdırıram. Qaba un töküb xəmir yoğururam. Qurabiyənin xəmiri yumuşaq olmalıdır. Ona görə unun hamısını birdən əlavə eləmirəm. Əvvəlcə videoda göstərdiyim kimi 2 stəkan unu qaba əlavə eləyirəm. Qurabiyələr qozludur. Ona görə də qoz ləpəsini belə xırda-xırda doğramışam. Təxminən 2 xörək qaşığı qədər qoz ləpəsini də qaba əlavə eləyəndən sonra bunları spatula ilə qarışdırıram. Qurabiyənin xəmiri az ələ yapışan, yumuşaq olmalıdır. Ona görə unun hamısını birdən əlavə eləmək olmaz. Əgər xəmir bərk olarsa, onda qurabiyələr də bərk alınır. Yenə 2 stəkan un töküb qarışdırıram. Artıq çətin olduğu üçün xəmiri əlimlə yoğururam. 1 stəkan unu da az-az əlavə eləyib xəmiri hazırlayacağam. Yoğurduqca götürdüyüm undan az-az töküb xəmiri yoğururam. Xəmir üçün 5 stəkan un istifadə elədim. Stəkan ölçüsü 200 ml-dir. Belə gördüyünüz kimi yumuşaq, ələ yapışan bir xəmir alınır. Həmişə videolarımda qeyd eləyirəm, unun çəkisi yumurtanın ölçüsünə, bir də unun növünə görə dəyişə bilər. Yəni siz xəmiri yoğuranda un qalmaya da bilər, ya da yenə əlavə eləyə bilərsiniz. Sonuncu stəkandan 1 xörək qaşığı qədər un qaldı. Xəmir ələ yapışandı, ona görə xəmirə 1 xörək qaşığı bitki yağı əlavə eləyib xəmiri bir yerə yığıram. Belə gördüyünüz kimi yumuşaq, ələ yapışan bir xəmir alınır. Xəmirin üstünü örtüb bir 5 dəqiqə gözlədirəm. Qurabiyələri istənilən ölçüdə hazırlamaq olar. İri, xırda. Mən xırda ölçülü mandarina boyda xəmirdən kəsib, əlimlə yuvarlayıb qurabiyələri hazırlayıram. Xəmir biraz yumuşaq olduğu üçün ələ yapışır. Ara sıra əlimi bitki yağı ilə yağlayıram. Onda çox rahatlıqla xəmirdən kəsib qurabiyələri hazırlamaq olur. Hamısını sonacan eyni ölçüdə kəsib, əlimlə yuvarlayıb, yağlı kağız sərdiyim formaya yığıram. Qurabiyə üçün istifadə elədiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə də qeyd eləmişəm. Oradan da baxıb faydalana bilərsiniz. Ayırmış olduğum yumurta sarısına 1 çay qaşığı da bitki yağı əlavə eləmişəm. Qarışdırıb qurabiyələrin üstünə çəkirəm. Hamısının üstünə yaxşı yumurta sarısı çəkirəm. Mən qurabiyələri qozlu hazırladım, amma istəyən fındıqla, badamla, araxislə də hazırlaya bilərik. Əlinizin altında nə varsa onunla hazırlaya bilərsiniz.
Sonda bişdikdən sonra üzərinin daha gözəl görünməsi üçün kurabiyələrin üstünə qoz ləpəsi düzürəm. Hamısının üstünə yarı kəsdiyim qoz ləpəsi ilə bəzəyirəm. Belə hazırlayandan sonra öncədən qızdırdığım 180 dərəcəlik sobada 25-30 dəqiqə üstü qızarana qədər bişirirəm. Kurabiyələr artıq bişib hazırdır. Sobadan çıxartmışam. Çox yaxşı qabarıb, üstü yaxşı qızarıb, çox gözəl kurabiyələr alınıb. Hazırladığım xəmirdən tam 20 ədəd orta ölçülü qozlu kurabiyələr alındı. Qoyuram qalır, tam soyuyur. Artıq soyuduqdan sonra dadına baxmaq olar. Əvvəlcə biraz kövrək olur. Biraz qaldıqdan sonra yumşalır, çox dadlı olur. Çox asan bir kurabiyə reseptidir. Siz də hazırlayın. Əminəm çox xoşunuza gələcək. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Videomu izlədiyiniz üçün sizə öz təşəkkürümü bildirirəm. Əgər bu videomda sizin üçün faydalı oldusa, izlədikdən sonra bəyən düyməsini basmağı, dostlarınızla paylaşmağı, şərh bölümündə öz fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.